və bugün problem kütləvilik. Bizim profesional idman Azərbaycanın deyək ki 10 milyon ahalisi olan İslam dövlətinin göstəriciləri profesional idmanda həddindən artıq yüksək. Amma biz qayıtmalıyıq kütləviliyə. Kütləvi bu yəqin ki, yəni tikinti baxan strukturlar da bunu fikirləşməlidir. Stadionlar evləri yanında və yaxud idman meydançaları balaca, böyük yox, sadə şəhər ki, orada insanlar futbol oynasınlar, voleybol oynasınlar, basketbol oynasınlar və o dolu olsun. Problem, mən dolu istəyərdim, bunu arzulayıram. Trekimizə bax, mən istəyərdim, buranı dolu olsun. Tərpənməyə birinci, mən velosipedçilərimizə də demişim, profesionallara kanalını deyirəm. Deyirəm, birinci velosipedistdən, ikincinin, arxadan, axırıncının birləşən anı biz ən xoşbaxt adam olacaq. Yəni, burada o qədər. Burada birdən 500 nəfər adam velosipedlə məşğul olunur. Biz hədəfimizə deyərəm ki, çatmışıq.